İş axtarışındayım yenə. 2025-ci il 24 dekabrdan artıq işsizəm. Bəlkə də 22 dekabrdır, tam xatırlamıram. Bəzi günlər getdiyim yerlər oldu, amma istədiyim məbləği istədiyim qədər qazana bilmirəm hələ ki. Proses davam eləyir. Daha çox çalışmalı və çarxdan dönməli olduğumun fərqindəyəm. Bir də onun fərqindəyəm ki, artıq bir də onun fərqindəyəm ki, 7 il davam edən çarxın son 1 aydır, 2 aydır fərqindəyəm ki, mən bu çarxın içində fırlanıram. Və artıq son 1-2 aydır ki, fərqindəyəm ki, mən bu çarxdan çıxmaq istəyirəm. Bu döngüdən dönmək istəyirəm. Bunun adını belə qoymuşam. Bu döngüdən dönmək istəyirəm. Sən özünü yetərsiz hiss edirsən. Sən düşünürsən ki, mən artıq heç kimə lazım deyiləm, heç bir şeyə qadir deyiləm və özünü bir aciz və cılız hesab eləyirsən. Olur da. Ancaq 2026 girəndən özümə bir söz verdim ki, hər nə olur olsun, sən aciz deyilsən, sən cılız deyilsən və əgər kimsə sənin nəyinisə bəyənmirsə və yaxud da hər hansı bir işdə sənin yetərsiz sayırsa və yaxud da ki, yetərsiz saymasa belə o işə səni qəbul eləmirsə belə, bu sənin problemin deyil. Bu qarşı tərəfdə olan hər hansı bir problemdir. Bəlkə onun maddi olaraq sənə verəcək bu pul yoxdur. Bəlkə hər hansı bir problemi var. Bəlkə adam daha çoxdur. Bəlkə iş daha azdır. Bunu yəni öz üzərinə götürməməlisən deyə düşünürəm. Amma mən illərlə bunu öz üzərimə götürmüşəm. Həmişə öz işimin nə qədər cılız və aciz olduğunu düşünmüşəm. Bu da bir növ özgüvənsizlik yaranıb. Amma bir sual var da, mən özgüvənsiz olsaydım, tanımadığım ölkədə, dilim bilmədiyim ölkədə qapı-qapı döyüb iş axtarardım sizdən. Deməli, burada da bir əmmalar var, nüanslar var. Danışdıqca da bəzi adamların, bəzi tanışlarımın, danışdığım insanların mənə dedikləri qınaq obyekti də olsa belə, qınaq obyekti də olmasa belə cavablar bəzən beynimdə fırlanır və mən heç kimi incitmədən, heç kəsi incitmədən heç bir söz demək istəmirəm. Ancaq desəm nə olacaq ki, sanki? Əminəm ki, ümid edirəm ki, mən, sən, Məmməd, Həsən, Nərgiz, Nərmin heç kimin vecinə deyilsiz. Heç kimin vecinə deyiləm. Sən tək otağında bu prosesə davam edirsən, qıvrılırsan, düşünürsən, nə edəcək fikirləşirsən. Mən öz otağımda bunu düşünürəm. Mən öz oğlumun başını qoxlayanda bunu düşünürəm. Mən yol gedəndə bunu düşünürəm. Necə olacaq bu işlərin axırı? Ümumiyyətlə, axırı olmasa da bu işlərin gedişatı necə olacaq? Çox maraqlıdır. Bilirəm, yekunlaşdırmalıyam. Və mən hər dəfə deyiblər ki, hər işi yarımçıq qoyuram. Bu damğı mənim üzərimdə ömrü boyu davam eləyir. Mən hər işi yarımçıq qoyuram, qoymuram, onu dəqiq deyil mənim üçün. Çünki yarımçıq qalan şey sadəcə qalmalı olan şeydir deyə düşünürəm. Bir də bir məsələyə toxunmaq istəyirəm. Düzdür, bütün bunlar hərəsi bir geniş mövzulardır. Amma hələ ki tam güvənmirəm ki, tam inanmıram ki, kimsə mənim videolarıma bu qədər geniş baxsın, davamlı baxsın. Amma bir məsələyə toxunmaq istəyirəm. Gecikmişlik hissi və yaxud da arxada qalmaq, dalda qalmaq hissi. Bütün bunlar niyə olur? Bütün bunlar niyə baş verir? Bir şeyi niyə bu qədər gec öyrənirik və yaxud da heç öyrənə bilmirik? Mənim baxış bucağımdan o mənim sistemsizliyimin, o mənim düzgün strategiya, düzgün sistem qurmamağımın nəticəsidir. Və mənim indi burada, bu otaqda belə danışmağım, dibdən gəlməyim, əslində sistemi qurub, daha doğrusu qurmayıb onu davam etməməyimin nəticəsidir. Amma mən dibdən gəlmək istəyirəm.
Amma mən sıfırdan gəlmək istəyirəm. Bu hekayəni olduğu kimi qeyd etmək istəyirəm. Bax buradayam, bax buradayam. Sıxıldığım zaman sıxılıram, boğulduğum zaman boğuluram, sevindiyim zaman sevinirəm, güldüyüm zaman gülürəm. Bəzən içdən gülürəm. İşə çağırdılar məni, işin ortasından dedilər ki, adamlar çoxdur, bəs sən əla işçisən, biz sənə xəbər eləyəcəyik. Mən biraz sıxıldım, çünki havada qaralmışdı, yağış da yağırdı. Biraz pis oldum və gəldim, elə bir hadisə oldu ki, güldüm. Gülmək istədim, güldüm. Həyat davam edir, hekayə davam edir, hekayəm davam edir. Ümid edirəm, mənim kimi insanların qarşısına çıxacaq bu video və tək olmadıqlarını görəcəklər. Yəni, yer üzündə işdən çıxan tək mən deyiləm, yer üzündə sıxılan da tək mən deyiləm, yer üzündə gülən də tək mən deyiləm. Öhdəsindən gələcəksən, öhdəsindən gələcəyik. Sənli, mənsiz, Həsənli, Hüseynsiz, fərq eləmir. Bütün hallarda hamısının öhdəsindən gələcəyik. Bunu sənə deyirəm, bunu özümə deyirəm. Çünki mən öz videolarımı dəfələrlə dinləyən adamam, dəfələrlə baxan adamam. Boğulduğum zaman açacaqsan və qulaq asacaqsan. Hər şeyin öhdəsindən gələcəyik. Başqa çıxış yolu yoxdur.